Ana bətninə bir dəfəyə təqribən 250 milyon spermatozoid göndərilir. Bu rəqəmin çoxluğu xüsusi məqsəd daşıyır. Çünki spermatozoidlər qadının orqanizminə daxil olduqda bir çox təhlükələrlə qarşılaşırlar. Qadının cinsiyyət orqanında bakteriyaların qarşısını alan qatı turşu mühit var. Bu turşu mühit spermatozoidlər üçün öldürücü təsirə malikdir. Bir neçə dəqiqə ərzində bətnin divarları milyonlarla ölü erkək hüceyrələrlə örtülür. Bir neçə saat sonra isə 250 milyon spermatozoidin böyük bir qismi ölür. Ananın sağlamlığı üçün çox vacib olan bu turşunun tərkibi o qədər qüvvətlidir ki, bətnə daxil olan bütün hüceyrələri asanlıqla məhv edir. Bu təqdirdə mayalanma baş verməyəcək və insan nəsli davam etməyəcək. Ancaq bu təhlükənin qarşısı alınmışdır. Kişi orqanizmində sperma hazırlanarkən tərkibində spermatozoidlər olan mayeyə bir maddə əlavə edilir. Bu maddə ana bətnindəki turşunun təsirini qismən zəiflədir. Bunun sayəsində bir neçə min erkək hüceyrə ana bətnindən keçərək uşaqlıq yoluna çatır. Bu hüceyrələrin hamısı eyni istiqamətə doğru gedir. Bəs şuursuz spermatozoidlər qaranlıq mühitdə doğru istiqaməti necə tapırlar? Toz dənəciyi boyda yumurtalığın yerini hardan bilirlər? Spermatozoidlər qüsursuz yaradılmış bir sistem sayəsində yumurtalığa gedən yolu asanlıqla tapırlar. Yumurta hüceyrə təxminən 15 sm uzaqda olan spermatozoidlərə kimyəvi siqnal göndərir. Erkək hüceyrələr bu siqnalla yumurta hüceyrəyə doğru yönəlirlər. Bu proses sayəsində bir-birinə tamamilə yad iki hüceyrə xəbərləşir. Bu həqiqət yumurta hüceyrə və spermatozoidin bir-birlərinə ən uyğun şəkildə yaradıldığının bir dəlilidir.